Laçın, salam aleyküm, hər vaxtın xeyirli olsun, xoş gəlmişsən. Sağ ol qardaş. Əflatun, sən mənim uşaqlıq dostumsan, sinif yoldaşımsan, 10 il bir yerdə oxumuşuq, indiyənə qədər də elə dostluq qardaşı. Mən səndən dostluğum, qardaşlığım atalarımızdan olubdu, yəni onlar dost, qardaş olub, sonra da elə qismət gətirib ki, biz bir yerdə sinif yoldaşı olmuşuq, hal-hazırda da elə dostluq qardaşı. Səndən bir xahişim var. Əvvəl Bəhmən Vətənoğlunun Mən Kiməm şeirindən bir-iki kuplet dəyərdin və sonra da ona nəzirə yazmışsan. O şeirə bir nəzirə yazmışsan. Öz şeirini səsləndirərdin də, zəhmət olmasa. Başla. Hər bir dinləyicinin qarşısında baş əyirəm. Hər bir kəsə səmimi salamını yetirirəm. Mən Əflatun Həmzoğlu 1969-cu il iyun ayının 5-də Kəlbəcər rayonunun Zar kəndində dünyaya göz açanda rəhmətli anam dedi ki, sən dünyaya gələn gün məşəqqət təbiətə aldı ağuşuna, bulut, ildırım çaxdı, duman dağı götürdü. Deyir, öz-özümə dedim ki, bu uşaq yalan dünya bir oldu. Deməyəsən, mənim bu dünyaya gəlməyimin səbəbini Allah bilirmiş. Məhkəm həyat yaşamaq, dəbgin həyat yaşamaq Allah mənim talihimə yazılır. Bəhmən Vətənoğlunun bir şeiri var, deyir, sərkərdələr diz çöktülər, püreyinlər önündə, onlar yanında külə döndü, bu dünyada mən kimə? Mən o mən kiməm şeirini öz talihimə bir başlıq kimi həsr edib, belə bir şeir yazdım. Bu dünyama göz açan gün, duman dağı bölədi, sanki bir ildırım çaxdı, Tanrım qarış elədi. Hər əzaba çox qatlaşdım, həyat tərzim belədir. Talihimi yazan yazır, həkmim yoxsa mən kiməm? Kimli baxan boyluğuna, bədgin həyat sürürəmsə, gədə-güdə meydan deyil, hər haqsızlıq görürəmsə, kəpər məndə, talihim pus, ölüm deyim ölmürəmsə, fərman yazıb öldürən o, öldürmürsə mən kimə? Yoxdur gözüm bu dünyanın, nə malımda, özümdə, fələh mənə bir od qoyub, külüm qalıb gözümdə. Dərk eyləyən insanoğlu, anlaşdığın sözümdə, dəst çəkənə dərd o verir, verməz olsa mən kimə? Yaradanın yaxşı bilir, mən tək mərdin ürəyini, qəflət niyə yerə sərir, zamanı git kürəyini. Balam üçün çox yalvardım, dinləmədi diləyimi. Hər diləyə cavab vermir, verən olsa mən kimə? Mərd oğlum istəmərəm, əli ayağı dəysin başa, bir namərdə əyilməyib, ömür payın vursun başa. İkizliyə əl verən kim? Mərdə desəm 100 il yaşa, yaşı verən o Allahdır, o vermirsə mən kimə? Əflatunam, talihimə haqq sözümü haqq yazaram, tək Allaha dua etsəm, həyat yolumu azmaram. Səfər ələt, düz yol seçsəm, özümə quyu qazmaram. Qazsam da mən, seçsəm də mən, Allah varsa mən kiməm, Allah varsa mən kiməm?